Əgər xiyabandan piyadə rəv eləyirsiniz ya maşınla bir dana caddəni tey eləyirsiniz, birdən qabağınıza bir dana fərdi çıxışı müşəxxəsatı, bir dana xərquş libası və bir dana xərquş maskıdır. Mən yeriniz olsam oradan qaçaram. Yəni tövsiyə eləyirəm qaçsın, orada əslən durmayın. Dostlar, hududən neçə illik bir dana qəziyyə YouTube, Instagram, hər yanda hətta internetə ittifaq düşübdü. İttifaq budur ki, ağa məsələn gəlirlər, bir dana mərdi xərquşubları öldürür və mərdi xərquş adına bir dana qatil çıxıbdı, özür deyim, rahat qane olasın. Və dostlar, mən biləcək bu günləmə gəldim 3-4 dənə əks o pərvəndə cinayı bu mərdi xərquşdan tapdım ki, mütməyinnəm qalıb axırınacan baxsanız gecə yuxuz biləcən çıxacaq. Pəs, bir yerə getməyin, qalan videonun axırınacan baxın, channel subscribe edin, videoda like edin və gedək videonun dalısından qalanını da tövsiyə edin. Dostlar, hududən neçə illər bundan qabaq gəldilər bir dana şəhri ixtisas elədilər. Şimdi görürsünüz təsvirdə bu şəhridir və bu şəhrin içinə gəldilər bir dana timarsan təhsil elədilər və timarsan nəticəsi budur. Və dostlar, bu timarsanı elə bütün rəvanı, elə dəlilər gətirdilər ki, heç yanına saxlaya bilmirlər və yəni fəqət o timarsan saxlı idi. Dostlar, və bu timarsan dəlilər gəlir və orada qalırlar və bəzi neçə illər sonra ora həmsə yazaq gəlir və yəni sakin yazaq gəlir. Orada oturur, o timaristan bəğəlində. Və dostlar, mütəəssifana bu timaristan sakinin suyu bir yola getmir, həmsə yalan suyu bir yola getmir və mütəəssifana şikayət bazlığa çəkilir. Və bunlar gedir şikayət bazlığı və haqqı həmsayalar alır və arada elə uduzan timaristan. Dostlar, və dövlət təsmin tutur ki, bu timaristan hər cəsarətlər oradan çıxardı və ayrı yerə müntəqil eləyər. Və dostlar, bu gün dövlət vaxt qoyur ki, minibusdan dəlilləri aparalar gətirərlər və bir o sivlər işlərini tezdən yola salırlar. Dostlar, biləcək deməliyəm ki, bu dövlət vaxtçı bunları aparırdı, həm o gün yağış yağırdı və həm hava baran idi. Və vaxtçı bunları aparıb gətirdi, axıra 10 nəfər adam qalmışdı və bir daha da minibus. Və gecə çalma şanslarından düşmüşdü ki, vaxt ki bu 10 nəfər oturur maşında və şofer istəyir maşını sürür və gedir qabaqlıq. Və vaxt ki gedir qabaqlıq yağışlıq idi, maşın təyyarızıyır və mütəəssifana şoferin əlindən kuldan kontrol çıxır, maşın geyə düşür dəriyə. Və mütəəssifana 10 nəfər şoferi orada vurub öldürürlər, heç düşürlər, gelirlər bəğəllərində cəngəllığa. Və polis görür bu 10 nəfərdən xəbər yoxdur və hər cəsarətlər qəziyyənin dalısını tutur və gedir cəngəlin içinə bu 10 nəfəri axtarır. Və vaxt ki dostlar gedir 10 nəfəri axtarır, görür yerdə fəqət xərquş ölüsü, doğuşan ölüsü, beləsində bir şey vardır ki, fəqət xərquş ölüsü idi. Və polis çox mütəəssif olur, məsələn, yaxın niyə xərquş burada fəqət ölüb, gelirlər qabaqlıq görürlər bir daha çadır var ki, çadırın dövrəbəli kuldan qanlıdır. Və vaxt ki çadırın içinə açırlar, görürlər 2 nəfər orada ölübdür və qətlə yetişibdir. Fəcitlərin haləti mümkün ki, birinin başı kəsilib, bir də vəsətdən kuldan qırılıbdır. Və polis çox ağal-bağal edir, bir daha üstündən bir daha nameyi tapır, bu 2 nəfərin birinin üstündən bir nameyi tapır. Bəli, bu 2 nəfərin üstündən nameyi tapır ki, bu namədə yazmışdı, siz məni heç vaxt tutanmayacaqsınız və mən qətl eləməyimə iftixar eləyəcəm, qətl eləməyimə. İmzaşoda təvəssüdür, banimə, ya mən mərdi xərquşu. Polis çox mütəəssib olur, yenə gəlir qabaqlıq, hər nə vurur, bir-birinə tab 10 nəfərin birini hətta əqəl tapar. Mütəəssifana heç kimdən hesab tapanmır və çıxır gəlir qarı polisə və gedir mərkəzlərinə və hər yana tövsif eləyir ki, əgər bizim bir şəxsi adam gördünüz, həttəmən bizə ixtar verin, ya hoşlar verin ki, biz gələ onları götürürük. Dostlar, bu polis gedir kuldan qəziyyəsi yatır, bəd az 2 il sonra, bəli dostlar, bəd az 2 il sonra bir dana xanım və bir dana ağa ki, benamı Robert idi ağanın adı. Söz şərməndə. Bəli dostlar, bu ağa və bu xanım ki var idi, ağanın adı Robert idi və ağa Robert təsmin tutur gedir böyük dədəsinin yerinə. Və böyük dədəsinin yeri bino cəngəllıq tərəfindəymiş və bino mülki şəxsiymiş. Və bunlar vaxtçı gedirlər, ər-arvad ya həmin zən o şohər ehsas edirlər ki, bunlardan sonra bir nəfər də vardı. Və görürlər bu tənsindən səs gəlir. Və birdən ki dönürlər bala, görürlər daha təbər gəldi dəydi maşının qabaq şüşəsinə və şüşə çatladı. Və birdən görürlər ki, qabaqlarında bir dana şəxs durubdur, geçərdən kot şalvar, bir daha da mask taxıbdı başına. Və görüb daha başına mask taxıb və bu ağa görür ki, əlində bir dana balta alıbdır, xərquşlu bas işləyən və deyir ki, siz mənim gələm mülki şəxs, mən giribsiz və bu Robin o mülki şəxsidir, siz nəyə girirsiniz? Və bu ağa Robert xoşbəxtana, şücaətlərin haləti mümkündə yan basır qaza və bu ağanın yanından rədd olur, gedir. Və mütəəssifana bu tutanmır, ya xoşbəxtana onun əlindən qaçır və gəlir polisə onun səhərsi ixtiyariyə verir ki, məsələn, bəli, biz belə deyək ki, bundan sonra müşəxxəsat da bu imiş ki, ağa bir dana qərə kod şalvar ki, və bir daha da xərquşun mask taxıb başına və
Polis yenə hər yavırır bir-birinə heç hal tapanmır və həmən aşaman kasal qalır. Dostlar, ondan düz o qəziyyədən düz 2 il sonrası 3 dənə danışığımız çıxıblar gedərlər evlərinə. Və dostlar, bunu deyim ki, bir dənə pol var imiş ki, mərdi xərqoş əksərən orada görsənirdi və bu polun üstündən qatar rədd olur və polun altından gələr girəyirlər. Orasıyla bələdiyim rahat da qalır. Dostlar, gündən gün 3 dənə danışığımız təslim tutular mədrəsədən çıxandan sonra gedərlər, böyük dədələrin evlərinə. Və bu danışığımızdan ikisi oğlan imiş, biri qız imiş. Və bunlar vaxtçı gedirlər, şansı bədbəxtliklarından düz o polun altından yollar düşür ki, mərdi xərqoş əksərin orada görsənmişdi. Dostlar, bu mərdi xərqoş bu 3 dənə uşaq yetişir ora, görürlər bir nəfər bunlara işıq verir çıraq qüvvə ilə və deyirlər gəlin bura və bu uşaqlarda çox konçkav olur və gəlirlər qabaqlı görürlər nə mənədir. Bəli, mütəəssifənə vaxt gəlirlər qabaqlı görürlər bir dənə mərdi xərqoşudur ki, qəşəng daha xərqoş libası geyib, bir daha da xərqoş maskı taxıb başına. Və hər cəsarətlər uşaqlar orada tutur, qətlə yetişir və 2 dənə uşaq ki, oğlan idi, onlara vurududan asır və bir dənə uşaq ki, qız idi, onu xurucudan asır və mütəəssifənə hamısını orada öldürür və qarınlarını cırır, mədələrin yerindən çıxardır, gedir. Və vaxt ki, məmur gəlib baxır, görür mədələrin yerində dər. Və mütəəssifənə yenə ondan sonra indiyəcən heç quna xəbər yoxdur. Dostlar, və bu əksərən qatillər ki, indi vardır, əksərən dark webdə olur ya red roomda olur ki, çox heyrifi, məxfiyanı işlərini görürlər. Hər işlərdə rəmzi okurlar. Beləcə deməliyəm ki, mərdi xərqoşun gəziyyəsi kullən bu idi ki, yəni top 10-lərini tapdım, beləcə deyim. Dostlar, bir daha bunu deyim ki, bu gəziyyəsi şahid deməmişəm, beləcə. Dostlar, gündən günü yenə bir dənə xanıvadə uşağı itir, müddəti 5 gün yox olur. Və bu xanıvadə hər yavırır, bir-birini əvvəl gün təslim tutur polislə, təmas tutar. Və vaxt ki, polislə təmas tutur, görür ki, bəli, polis hər yavırır, bir-birinə tapanmır. Və bədə 5 gün sonra ablanın evdən bir dənə əks postu olur və görürlər bir dənə uşaqdır ki, daldan 2 nəfər uşağı tutubdur və altından əksin yazıb ki, uşağın əti çox şirin o yeməli idi. Çox lizzət apardıq bu işdən və o da orada qətlə yetişdi. Xoş dostlar, da bizim bugünkü videomuz idi ki, ümidvaram bu videodan lizzət aparıbsınız. Əgər sevibsiniz, kanalını subscribe edin, videoda like edin və ta videoyu bəli sonuna tapışırdım.